Xoş gördüyürüm tamaşaçılar. Açıq Yorum veriliş efirdədir. Artıq 15-ci, 16-cı günə keçir. İranda etiraz aksiyaları səngimir. O cümlədən Güney Azərbaycan da ayaqdadır. Təbriz, Urmiya, Ərdəbil, Qəzvin, Həmədan və s. şəhərlərimiz hər gün etiraz aksiyasına çıxır. Qarşıdurmalar şiddətlənib. Ölümlərin sayı artıbdır. Əhaliyə ciddi şəkildə müqavimət göstərən rejim silahdan istifadə edir. Hadisələrin axarı necə olacaq, hadisələr hara gedir, necə olacaq, kimlər bu hadisələrdə önə çıxacaq? Təbii ki, çoxlu suallar var. Həm beynəlxalq miqyasda bu müzakirələr gedir. Son 2 gündə Avropa liderləri ard-arda bəyanatlar verir. Adətən, belə deyək, daha çox ehtiyatlı mövqe tutan Avropa liderləri artıq İranın dağılacağını, parçalanacağını, rejimin gedəcəyini bildirirlər. Amma ilk əvvəlcə gəlin Güney Azərbaycanda hazırda baş verən hadisələrə diqqət yetirək. Hadisələr necə cəryan edir? Studiyamın qonaqlarım Məmməd bəy Rəhmanifər, yazıcı, araşdırmacı və Məsud bəy Haray, qəzetəçi araşdırmacı. Məsud bəy, sizdən başlamaq istəyirəm. Hal-hazırda, düzdür, bilirəm, İranla əlaqələr çox zəifdir, demək olar ki, yoxdur. İnterneti kəsiblər, hətta işığı da kəsiblər. Fasilələrlə verirlər, İranı tam qaranlığa bürüyüblər. Amma yenə də sizin əlaqələriniz var, milli fəallarla danışırsınız, bilirəm, məlumatlarınız var. İstəyərdim bir tablo cızaq. Hazırda vəziyyət necədir? Mən də Nobamda dəyərli Günasivin izləyicilərini və sizləri də buradan salamlayıram. Bütün dünya Azərbaycanda yaşayan, ürünləri mücadele verən, caddələrə çıxıb milli şüarlarımızı səsləndirən hər kəsi buradan canı gönüldən salamlayıram. Çünki onların bu günləri ortaya qoyduğu iradə hər şeydən önəmlidir. Baxmayaraq ki, indi uzun günlər oldu, internet kəsilibdir. İnternetlə yanı sıra evlər arasındakı belə telefon sabit xətlərin belə kəsildiyi də keçən günə kimi davam edirdi. İndi mən bugün aldığım məlumat nə qədər doğrudur o yerel qaynaqlardan ki, eləyə bilirlər ki, qısıtlı olaraq da çox bahalı bir dəqiqəsi, nə bilim, 50 min tümən bu söhbəti gedir, nə qədər doğrudur bilmirəm, bir-birlərinə irtibat qura bilərlər. Yəni, səhərdə biraz bir-birlərinə irtibat qurmaq imkanı az da olsa yaranıbdır, bahalı dursa yaranıb. Amma bunun eşiyə hələ də ki, heç bir doğru düzgün məlumat sızmasına heç imkan verirlər. Baxmayaraq ki, eyni dərəcədə içəridən videolar iki bölümlər görüntülənir. Bir çoxlarını, hətta ölənlərin haqqında olsa, bir türlü qorxu yaratmaq üçün olsa, rejimin özü bu işə əl atır. Yəni, müxalif kimin də olsa, özü o məlumatı eşiyə götürür. Onun üçün də ölüb bitənlərin haqqında heç doğru düzgün məlumat yoxdur. Baxın, burada bəlkə 1000 nəfər söz-söhbəti gedir, amma qeyri-mütəbər etibar etməyədiyimiz sosial mediada, orada-burada yayılan xəbərlərin üstünə baxsaq, 10-12 min nəfərin söz-söhbəti gedir. Əksində doğru baxsaq, burada ölənlərin sayısı gerçəkdən də 8 nəfər, 1000 nəfərdən çoxdur. Çünki görüntülər ki, bölümləri ortaya çıxır, yavaş-yavaş çıxır və bəzi videolar çəkilibdir. Zaman-zaman sınıra yaxın, yəni mərzə yaxın bölgələrdən bəzi fəallar onları istər başqa o deyirlər mərzdə olan ölkələrin xətləri ilə, yəni onların internet vasitəsilə, şəbəkəsi vasitəsilə, özəlliklə Azərbaycanın və Türkiyənin sınırlarında bunları müxabirə eləməyə çalışırlar. Yəni belə deyək ki, tənha bir dənə yol ki, eləyə bilir orada etiraz səslərini biz duyaq, orada olub bitənlərin biraz diqqətə alaq bu məsələdən ibarətdir. Yəni, qısıtlı şəkildə o da son günlərdə də sınır bölgəsində də çox məmurlar qoydular ki, hətta bu xəbərlər də dünyaya müxabirə olmasın. O qaranlıq yəni bir vəziyyətdir. Dünyanın heç bir yerində belə bir bədəli görünməyən bir vəziyyətdir ki, bütün məcraları, bütün imkanları bir rejim əlinə geçirər, hamısını aradan aparar və sonra da ki, milləti orada qırğına götürər. Bu dəhşəti indi o da rejim yaşadır, amma bu dəhşəti yanı sıra oradakı müddələr gün-gündən daha da əl olanır. Bu da bu bir dənə göstərgədir.
artıq etirazlar etiraz adında deyil də rejimi dəyişdirmək amacıyla günü-gündən daha da təsbit olmağa çalışır. İstər bu etirazlar ilk başda bəlkə o İranın mərkəziyyət tərəfindən, yəni mərkəziyyət coğrafiyası tərəfindən ortaya çıxmışdı. İndi bütün kütləvi şəkildə bütün başqa etniklər də buna çaba göstəriblər. Ümumilikdə də Güney Azərbaycandan da bir şey söyleyeyim. Güney Azərbaycandan da indi bu etirazlar devam edir. Və mən son görüntülərə, geçen akşamın görüntülərine de bakıyordum. Bizim de şehirlerde yine de bu itirazlar devam ettiğini burada vurgulayabiliriz. Bu devam edecektir ama bunun yanı sıra yani orada millet mücadelesinin biri bu bir yan girsəkdir. Ama bunu Avrupa, Amerika, başka ülkeler İran'a təzyiq, İran'a təhdid, İran'a təhril, İran'a baskı, İran'a hətta belə həmlə saldırı mesajlarını verdiklerini de bunun yanı sıra baxsaq, bu nişan verir ki, içəridəki etirazlar səsləri istər-istəməz bir türlü dünyaya duyulur. Ve dünya ülkelərdə, özellikle Avrupa'da çok ehtiyatlı davranılır bu son günlərə kimin. Görür ki, bunlardan da sərt təpkiler ortaya çıxır. Pakistanı teröristi eyleməkdən tutun ta bütün İranla irtibatı olan, ekonomi alışverişi olan ülkelerde hedef olan bilirsiniz ki Trump'ın bir tane de beyannaməsi çıxdı ki %25 vergi izafeden alacaktır. Bu özün gene de İran'ın rejimin artık o deyirlər ki ekonomi nəfəsini, bütçəsini demək olar bağlamaqdır. Bunlar hamısı mən bildiğim qədərilə içəridə də yansılır, içəridə də bunları bilirlər və o bilgiler doğrultusunda dünya bunların səsini duyduğu məsələdə rejimin çökməsinə, yəni daha da inancla ortaya çıxdığını burada mən rahat dilə gətirə bilərəm. Güney Azərbaycan da buna istisna deyil. Güney Azərbaycan yenə də bugünə kimin öz milli şüarlarımızı səsləndiribdir, təmkinli davranıbdır və bu məncə bura kimin ən doğru demək olar bu taktik olarak da olsa, etnik olarak da olsa məncə ən doğru addımladığını nüqtələrdendir. Baxmayaraq ki, Güney Azərbaycanda da ölenler vardı, canlarını feda edenler vardı. Ben en son biraz önce bir haberde de yazdım. Mesela bu ölenleri İran rejimi cesetlerini öz ailelerine təhvil vermək üçün 700 milyon tümən pul istəyir. Yani bunu Danıştay İlim Pezeşki istəyir. Yani İran istəyir, rejim istəyir. Bu cesetlerden de böyle pul kazanmaq. Artık da hayır deyirlər nəfəs boğuluğa bağlanıbdır. Öz insanlarından ve o şəhid düşürən insanların ailelerinden, etirazçıların ailelerinden pul diləməyə, pul kəsməyə çalışır. Və mən hətta orada gördüm ki, 4-5 dənəsində təsdiq oldu ki, Ərdəbillilərdən idilər. Yəni Güney Azərbaycan Ərdəbilli şəhərindən olanların da cənazələrin təhvil aldığını biz öyrəndik. Başqa şəhərlərdə nə qədər olubdur, onun tam məlumat bilmirəm, amma bəzi ailələr öz evlatlarını, öz əqrəbalarını, qohumlarını axtarırlar və belə bir vəziyyət də Güney Azərbaycanda davam edir. Teşekkür ederim. Mehmet Bey, sizden istəyərdim biraz bir nəzər baxış eləyək. Necə? Adətən rejimi dəyişmək, inqilabı hadisələrin baş verməsi üçün şərtlər var. Şərtlərdən biri əhalinin kütləvi etiraza çıxması ki, baş verir. Əhalinin qorxu sindromunun qırılmasıdır ki, baş verir. Amma ən vacib məqamlardan biri də hakim siyasi elitada, belə demək mümkünsə, siyasi elitanın parçalanması, hərbi elitanın parçalanması, burjuaziyanın belə deyək, aksiyaçılar tərəfə keçməsi məsələlərdə çox vacibdir. Yəni bir rejimi çöktürmək üçün bu məqamlar çox vacibdir. Sizcə bu İranda gedən bu etirazlarda dediyimiz faktorlar varmı? Şöhrət bəy, bu məsələyə biraz baxışımız fərqli olar, əlbəttə. Buyur, təbii. Buyurun. Sizi salamlayıram, Məsud bəy, hörmətli izləyicilərimizi, yayın otağında çalışan dostlarımızı. Baxın, məsələ buradadır ki, bu etirazların etirazların bir ölkədə cavab verməsi üçün bəzi vaxt o hakimiyyətdə olan çatları ya o tökülmələri
demək olar hakimiyyətin eşiyində olan adamlar son dəqiqəyə qədər görə bilməzlər. Yəni hakimiyyət son dəqiqəsinə qədər bir bütün kimi görsənə bilər. Baxın, Bəşar Əsədin macərasında da biz bəli, 12 il bundan əvvəl təzə etirazlar başlayanda müəyyən dərəcədə çatlar gördük hakimiyyətdə. Amma sonra Bəşar Əsəd demək olar bunları yumaq vurdu da, yumaqladı ya tərmim elədi. Yamaqladı. Tərmim elədi, amma son dəfə Bəşar Əsədin süqutunda hardasa 2 gün əvvələcən biz heç bir ciddi demək olar onun ətrafında ayrışmalara ya demək olar ciddi şəkildə tökülmələrə və çökmələrə şahid olmadıq. Onun üçün mən belə istəyim ki, Şah rejimi də belə idi İranda. Yəni son dəqiqələrə qədər bir bütün kimi görünürdü. Gerçi sizin sözünüz doğrudur. İlla ki hakimiyyətdə təzəlzüllər yarana bilir, çökmələr ola bilir, ayrılmalar ola bilir. Amma bunlar bəzən normal və sıradan insanlar bunları görməzlər. Son eşiyə hələ çaktırmazlar, eşiyə hələ bildirməzlər bu zatları. Baxın, çox maraqlıydı. Əvvəl o ciddi gün etirazlardan sonra, yəni geçən həftəmizin cuma axşamı və cumasından sonra Sipahi Pastaranın demək olar hifafindən bir bəyanat verildi. Yəni inqilab keşikçilərinin özünün o hifazət ittilaat tərəfindən bir bəyanat verildi və bir ibarət işlətdilər, tərk fe'l. Tərk fe'lini yerinə yetirməyibdir. Və bunlara çox ağır təpki verildi o bəyanatda və illa ki bu məsələyə görə onlar cavabdeh olacaqlar. Baxın, dəqiqən o bəyanatdan sonradır ki, biz gördük çox ciddi şəkildə və çox geniş şəkildə demək olar rejim artıq da buna hətta öldürmə deyə bilmirik, buna bir massacre ingiliscə desəm, bir növ ümumi öldürmə, bir növ qətliam deyə bilirik, bir növ soyqırım kimi bir zat deyə bilirik buna. Çünki baxın, mən şəxsən bir videoya baxırdım. Məmurlar gəlirlər və 5-10 nəfər bu təzahürat eləyənlər bir dar küçənin içinə qaçırlar. Onlar qaçırlar, dallarıca bir motosiklet məmuru yetirir əvvəl və 2-3 dənə onlara fişək atır, sonra gedir. Bax, adamlar qaçırlar, adamlar səhnəni tərk ediblər, meydanı tərk ediblər. Amma məmur polis, məmur motoruçu keçir, 2-3 dənə onlara ateş açır, sonra keçir. İndi o motor gedir, bəllidir ki, qabaqda ayrıları var idi, motor onların da alca gedəcəkdir. Daldan o piyada ya o yaya demək olar məmurlar yetirirlər və küçəni tamamən ateşə alırlar. Yəni ağına, qərəsinə baxmadan o küçədə bəlkə ola bilər ki, heç təzahüratlara qatılmayan birisi vardır. Evi o küçədədir və o an yetirib istəyir evinə keçdir. Məsələ bunu nəzərdə alın. Ağına, qərəsinə baxmadan, əslən biri dirənirmi, dirənmirmi ona da baxmadan, qaçan əhaliyə, mən bu videoya şahid oldum, qaçan əhaliyə birbaşa ateş açırlar. Onun üçün Məsud bəy bayaq burada dedi, bəli, rejimə bağlı olan qaynaqlar 2000 nəfərin ölməsini ya öldürülməsini buracan elan ediblər. Amma biz bilirik ki, rejim hər zaman bunu kiçik bir rəqəm deyə və bəzi mən baxıram, dünya mətbuatında da paylaşılan rəqəm elə Məsud bəyin işarə elədiyi kimi 12.000 nəfər iddia olunur ki, 12.000 nəfər ki, mən o videonu gördüm və bəzi videoları ki görürük, mən açıqcası bu rəqəmlərə inanıram. 12.000 nəfər az deyil, Şöhrət bəy. Keçən etirazlarda ki 6 ay boyunca peş-peşə davam etdi. Yəni 1401 etirazlarını deyirəm, qadın yaşam azadlığı etirazlarını. 6 ay boyunca peş-peşə davam etdi. Hələ ən qanlı demək olar etirazların biri sayılırdı İranda. Ən qanlı etirazların biri sayıldığına rəğmən müxaliflərin verdiyi amara görə 1500 nəfər insan canını əldən vermişdi. Ki rejimin verdiyi rəqəm bundan aşağı idi əlbəttə. Amma burada neçə gün içində 12.000 nəfərdən söz açmaq, hətta rejimin belə öz sözü ilə 2000 ki qətlən yalan deyil, söz açmaq və o videolar ki görsədir, açıqca da Xamneyinin və onun demək olar əmniyyət qüvvələrinin gözləri qərəlibdir, ağına, qərəsinə baxmadan insanlara ateş açırlar. Burada mən bir söz də çəkəcəyim.
Pəhləvinin oğluna bilirəm, bu mövzuya hey danışırıq ki, nə danışacaq, amma üçün yeri gəldi. İstəyirəm millətimiz bilsinlər ki, qarşısında hansı yalancı birisi var ki, bugün Amerikada neçə qatmanlı demək olar hifazətin içində, buradan gedir oraya, oradan gəlir buraya və utanmazcasına CBS-nə müsahibə eləyəndə durur deyir ki, mən hazıram canımı azadlıq yolunda əldən verəm. O adam ki, bir həftə bundan əvvəl hazır olmadı ilbaşı ya həman Christmas tətillərini bu etirazlara xatir 2 gün tez tətil eləyə, 2 gün tez demək olar o dəniz kənarındakı özünü günəşə veribdi, ondan əl çəkə qeydə fəaliyyətlərinə. Baxın, indi həman adam bir nəmsə o iddianı eləyir ki, hazıram burada filan eləyəm. Həman adam durdu iddia elədi 50.000 nəfər İran ordusundan, polisindən, sipahından mənə peyğam yollayıblar, götdü bir dənə kare kod paylaşdı, demək olar QR kod paylaşdı. İddia elədi 50.000 nəfər İranda sipahidən, ordudan, ərteşdən, bəsizdən, Niru intizamdan mənə mesaj veriblər ki, biz sənə ləbbə işləyirik, sənin uğrunda hərəkət eləyəcək. Mən üzümü burada tuturam, istəyirəm cəmaatimiz bilə, o mənim üçün bir ədəddə baxsınlar ki, nə qədər yalanla insanları oynadırlar. Bu 50.000 nəfər ha zaman çıxacaq meydanlara? Mənim sözüm budur. Bundan artıq mı Xamneyi cinayətləri eləyə, ta onlar təklif esas eləyələr və şahzadənin nəftinə çıxalar xiyavanlara? 50.000 nəfər silahlı qüvvət az deyil, Şöhrət bəy. Bəzi ölkələrin toplam heç 50.000 nəfər silahlı qüvvəsi yoxdur. Bunu nəzərdə alaq. İranın silahlı qüvvələrini nəzərdə aldığımızda 50.000 nəfər az qala ondan birisi olur. Az qala İran silahlı qüvvələrinin ondan biri. Bunları biz nəzərdə alaq. Sizin sualınızın cavabına gəldiyimdə, mən qabaqcalar yadıma gəlir ki, İranda inqilabın nəticə verməsi, qiyamın nəticə verməsini biraz dedim, sizdən fərqli düşünürəm. Eyni halda ki, rədd eləmirəm və deyirəm ki, illa ki, o çökmələr vardılar. Amma o çökmələri bəzən o qıraqdan baxan insanlar son dəqiqəyə qədər görə bilməzlər. Yaxşı, mən amma yadıma gəlir, qabaqcalarda bu sözü elə 3 il bundan əvvəlki etirazlarda da dilə gətirdim. İran kimi bir yerdə mənim nəzərimə yəni bu etirazların rejim dəyişikliyinə yol aça bilməsi üçün bir bu etirazların ölkə başında, yəni ölkə çapında başa-baş eyni zamanda və ciddi şəkildə baş tutmalardır. Bəli, artıq neçə gündür ki, bizim ciddi bilgimiz yoxdur içəridə. Ara sıra Məsud bəy dedi də mən təkrar eləmirəm. Bəzi o videolar yayınlanır ya bəzi xəbərlərə görə və hətta rejimin öz televizyonundan yayınlanan xəbərlərə görə ki, bir ləhsə durur deyir, hər zat əmn əmanlıqdır, öz tərəfdarlarının videolarını görsədir ki, xiyabanları ələ alıblar, hər zat qurtulubdur, əmn əmanlıqdır, bəli yarım saat sonra durur quzayiş verir ki, şureşçilər, teröristlər, xərabkarlar dünən gecə bu işi gördü. Bu bəlli olur ki, İran televizyonu nə qədər yalan danışır və onun dediyi kimin deyil və etirazların devam etməsi. Ara sırada videolar əlbəttə əlimizə gəlir, çatır. Baxın, rejim nə cür çökə bilər? Bir, bu etirazlar bundan da daha demək olar geniş şəkildə, hətta Kürd bölgələrində, Ərəb bölgələrində, Bəluç bölgələrində və Fars bölgələrində və hər yerdə, yəni eyni zamanda devam etmələri. Unutmayaq ki, o qadın etirazlarında neçə nəfər sipahın sərdarlarından və İranda Niru intizami, polis demək olar o generallarından danışmışlar və demişlər, əgər etirazlar o vəziyyətdə neçə gün devam etsəydi, biz bitmişdik. Baxın, bunları yaydılar, qoydular internetə, yarım saat sonra hamısını götürdülər. Yəni, bəlli olur ki, bir general bəlli bir yerdə bir söz deyirdi, danışırdı, təhlil eləydi. Bunu bir xəbərniqar, jurnalist götürürdü, xəbər eləydi. Anından istixbarat tərəfindən ona dedilər, tez ol götür, o yayılmayacaqdı. Amma biz neçə belə bir xəbərlərə gördük ki, yarım saatacan elə bir oldu, web sitələrdə oldu, sonra anında qaldırdılar bu xəbərləri. Baxın, bir odur. İkincisi, umumi etisablardır. Umumi etisablar, yəni işlərin tətil olunmasıdır. Özəlliklə həml-ü nəql ya o daşıma demək olar ki,
mən aldığım xəbərlərə görə bəlli səviyyədə kamyonların da etisabları var. Amma deyirəm, internet yoxdur. Bunların hamısına nə qədər güvənə bilirik, mən bilmirəm. Amma aldığım xəbərlərə görə bəlli səviyyədə kamyonların da etisabları vardı. Yəni bu yük aparıb yük gətirənlər, demək olar ərzaq aparıb gətirənlər və bu kimi kamyonlarda və üçüncüsü İran kimi bir ölkədə xarici müdaxilə məsələsidir ki, eləyə bilər son sözlü danışa. Məsud bəy, biraz Avropalılardan və Amerikadan danışdım. Mən sözüm çox uzun oldu sanıram. Burada sözümü yekunlaşdırıram. Təbənəyə fürsət mənə çatsa o mövzularda da danışırım. Sizə biraz başqa istiqamətdə yenə sual verəcəm. O xarici məsələni Məsud bəylə istəyirəm davam edək. Məsud bəy, Amerika Birləşmiş Ştatları konkret desək Trump aksiyalara dəstək üçün hücum əməliyyatları barəsində danışır, müzakirələr apardıqlarını deyir, hökumət üzvlərlə danışdığını deyir. Amma paralel olaraq İranla bir əlaqə də var. Yəni Uytkovla Araksinin arasında bir telefon əlaqələri də var. Yəni o xətt də var, o xətt bağlanmayıb. Belə başa düşürəm ki, İran hökumətində, Trump hökumətində danışıqlar yolu ilə müharibə eləyənlər arasında da bir mübarizə gedir. Bir belə deyək, fikir ayrılığı var. Siz necə düşünürsünüz? Trump öz fikrində, qətiyyətində qalacaqmı? Yəni mən bildiyim qədərilə Trump vurmağın tərəfdarıdır. Hadisələr necə cərəyan edəcək sizcə? Baxın, bu ki, indi İranla Amerika arasında danışıqlar devam edir, vardı və onu Trump özü də dilə gətirir ki, İran'da mənə telefon açmışlar. Bundan sonra belə özü canlı olaraq da danışdı. Bundan sonra elə Ərəbçinin Amerika ilə irtibata geçib bundan danışmaqları da gizli bir şey deyil. Amma bu əsas məsələ budur ki, Trump nə istəyir, ya İranla hansı şərtləri qəbul edəcək. Mən bildiyim qədərilə Trump əlindən gəldiyi qədər İranı sıxıntıya qoyubdur. Yəni həm hazırlıqdır ki, orada savaşa belə girək. Yəni gələ bəzi nöqtələri hətta rejimin adamların yerlərini vurmağı da planında var İran məsələsində. Öz dediklərinə və onun ətrafındakı digər adamlardan bunu göstərir. Hətta bölgəyə göndərdiyi nüvlər də bunu yəni ima və işarə edir. Bu gerçəkdən bu senaryoların içində olacaqmı, yəni olmayacaqmı? O bir senaryoların içində biz yerləşdirə bilirik. Amma mənim düşündüyüm qədərilə Trump bu qədər baskı, indi istər-istəməz bilirsiniz ki, bu yaptırımlara dedikdə bu vergi, İranla ticarət yapan ölkələrə də %25 vergi uygulaması doğrudur bir tərəfdən məsələn Çinə, bir də onun yanı sırada daha çox bəlkə də Türkiyəyə də təsir buraxacaqdır. Amma bunların hamısı bir mekanizmadır ki, hər kəsi iqna etdirir ki, İranın bu rejimin sonu gəlməsi lazım. Amma bu senaryoların içində bir dənə də senaryo çox söhbət edilir, elin üstündə tartışılır. Budur ki, daha öncə Trump və ya bir başa da desək, Trump'ın yanı sıra İsrail, məsələn, bu Pəhləviçiləri dəstəkləmək kimi ima işarə olundu. Biz gördük ki, artıq İsraildə də rəsmi gazetələrdə olsun və Amerikada olsun, bir çoxu da bu adamda o cürbüzə yoxdur, o çıxar yoxdur ki, İranda gedə məsələn bir də yönətimin başında olar. Və hətta mən onu o hüdudda görmürəm Trump deyir ki, o şahzadəni ki, mənlə ortama, mənlə danışar. Bunlar hamısı bunu nəyə göstərir? Gerçəkdən də bundan vaz mı geçdi, yoxsa başqa bir alternativ varlar? Mən bildiyim qədərilə Amerika ilə daha da məsəl rejimin içində bir yumuşanma, eyni Venezuela kimi Xameneini, nə bilim amma burada bir məsələ bir Pakistanı bir kənara qoymayla başqa bir yumuşaq bir yönetim, Cumhurbaşkanı modelimi həyata sürəcək. Bunun da danışıqları, bu haqda da danışıqlar gedir. Amma mən özüm bu təhlillərə çox qatılmıram. Çünki İranın içindəki dinamiklər buna heç belə bugünkü zamanda uyğun deyil. Yəni İranda gələsən bir dənə yönətimi götürsən, misal deyirəm ki, burada Xatəmi, nə bilim Ruhani, nə bilim Pezeşkiyanı qoyasan oraya, millət bu işləklərindən vaz keçər. Aslında bu adamlar da zaten bu rejimin özüdürlər. Yəni heç belə fərqlər yoxdur. Fərqli də yanaşa bilməyiblər ki, İranda bir hizbi yoxdur ki, fərqli bir tavır ortaya qoyur, müxalifət ortaya qoyur. Onun üçün mən ona çox belə olumlu baxmıram ki, İran gələcəyində rejimin özü içindən yumuşaq bir yönetimə, yəni demək olar geçmə. Xameneini bir kənara bırakmış ya, Pakistanı ləğv edib də ordu, yəni ərkeşi həyata sürməsilə mən buna da çox belə möhtəməl baxmıram. Amma
Trump yenə də o rejimi biraz çox qorxuya salsın və Xameneiyə də qarşı bir planları olsun. Bu da masanın üstündə və üstündə tartışılan bəhslərdəndir ki, bu ehtimallar Trump'dan gözlənilir. Çünki Trump zaman elə bu cür işlər görüb. Deyibdi və dedik sözlərinə də əməl edib. Unutmayaq ki, Venezuelada da gözünüz bir ay çəkmədi. Bir ayın içində danışdı, dəfələrlə təhdid etdi Venezuelanı və sonra gördü Maduro'nu aldı götürdü apardı. Onun yerine indi Maduro ilə Venezuelada yani demək olar hükümət devam edir. Amma Venezuela ilə ki, İranı aynı tutmaq mənim fikrimə indiki xətadır. Amma bunun mən istəyirəm bir neçələrində başlıq bir də söhbət edelim ki, bunu niyə bu düşüncəyə varmışam? Yəni bu düşüncə niyə edilmişəm? Baxın, birbaşa da bu yönetim ki söhbət olur ki, biz zaman danışdık, başlığımız da oldu da, yəni Qastar bəlkə yönetim dəyişməklə malla geçsin, şah gəlsin istəyirlər, amma biz bir hükümət qurmaq istəyirik, bir devlət qurmaq istəyirik, yəni aslında baxarsan. Niyə bu bölünləri meydana çox çıxıbdır və dünya da bunun üstündə hesab kitab edib. Biz son zamanlarda Avropada, özellikle Toronto, Kanada'da, London, İngiltere'de, Berlin'de, Almanya'da ve Amerika'da, Washington'da. Biz orada etiraz akçalarına şahit olduk. Çünkü Hələviçilər çıktılar, itiraz ettiler. Orada şahit olduğumuz mesele bu hem Berlin'de hem de Toronto'da Güney Azerbaycanlıları vurdular. Yani bizi temsil edecek o bayrağı da güvende bizi təzyiət ettiler, bize yana saldırdılar. Aslında istəyəm ki, dünyada bütün her şeyi dikkate alır ki, bunlar gəlsələr indiki vəziyyətdə və hətta cəlib bu idi ki, mən o videolarda şahid oldum ki, başqa adamlar danışırlar. Bir xanım da danışır, deyir, madəm siz bunlara haqq verməyəcəksiniz və sizin rejimin nə fərqi var? Rejim orada insanlarımız öldü, siz də burada insanları vurursunuz, ağzı burnu qana bilirsiniz. İstəyim deyəm ki, dünya bunları hamısını diqqətə alır. Gerçəkdən də alternativ bunlar mı, olacaq mı, olmayacaq mı? Mən düşünürəm ki, həm bunların Pəhləviçilərin xalq müzahidlərinə saldırması, həm Güney Azərbaycanlılara saldırması, həm başqa əslən azadlıq, ədalət istəyənlərə saldırması. Hələ ondan daha belə deyirlər, şaşdırıcı məsələ budur ki, Pəhləviçilərin etirazlarında qadın yaşama özgürlük deyən xanımlara belə saldırmağı birbaşa Pəhləvi alternativini büküb bir kənara qoymaqdan mən düşünürəm ki, dünya buna şahid oldu. Artıq Avropa, İran deyək ki, yaxşı görüntüləri yoxdur, kim öldürdü, kim nə dedi. Artıq bu Avropadır. Və milyonlar belə o videolar çəkilir və onların üstündə söhbət olur, böyünlər danışılır. Mən istəyəm deyəm ki, bu gedişat Amerika doğrudur. Amerika indələn Trump böyük bir umud olur bu etirazçılara. Amma içəridəki demək olar etiraz məsələləri birbaşa yönetim dəyişməyə də deyil, bunu da Trump anlamışdır. Mən bunun üstündə dayanmaq istəyirəm ki, Avropada da yavaş-yavaş bunu anlayıb ki, artıq yönetim dəyişməklə, bəlkə Pəhləvi gətirməklə də olmayacaqdır. İndi bunlar, bu gedişat nə olacaqdır? Amerika İrana saldıracaqmı, saldırmayacaqmı? Məncə yaxın zamanda görünəcək bu, yəni müşəxəs olacaq. Amma bu ki, həmən böyün sabah olacaq, yox. Mən düşünürüm ki, elə necə ki, Venezuela bir ay zaman aldı, elə Trump'ın da nizami şəkildə, yəni nizami olaraq İran saldırması bəlkə 2 həftə bir söhbət burada gedir ki, 16 gündə, yəni ayın yarısını belə geçmişik. Bəlkə bir ay dolduranda, yəni 2 həftədən sonra bu vəziyyət belə devam edirsə və bu internet kəsintiləri olsa və heç oradan bir xəbərlər çıxmasa, bu dünyanı və bir tərəfində Trump'ı haqqı duruma soxur. Baxın, indi ələn Avropa Birliyi də Trump'ı haqlı görür. Yəni birbaşa Trump'ın arxasında durmaya addım atır. Bunların hamısına diqqət yetirməmiz lazım. Onun üçün biz görürük ki, Trump da istəyir öz başına tək Amerikaya bu həzini yaratmaq istəmir. Birbaşa Avropada, başqa ölkələr də bunu qəbullandırmağa çalışır. O da bilirsiniz də ticarəti düşünən bir adamdır. Gerçəkdən də mən düşündüyüm qədərilə onları da razılaşdırır ki, əgər bir həzinə də olsa İranda, Amerika orada onu icraya götürürsə, başqa ölkələrdə demək olar ki, əllərini ciblərinə atması lazımdır. Bunlar bir ayın içində, yəni demək olar 2 həftənin içində mən yekun belə bilirəm ki, İranda böyük bir dəyişimlərə biz hazırlıqda görünəcək. Yəni Amerikanın dözümü mən düşündüyüm qədərilə 2 həftədən sonra bir şəkildə ötəyə çıxacaq.
Mehmet bəy, sizlə bu rejimin keçirdiyi aksiya barəsində danışmaq istəyirəm. Təbii ki, rejim müqavimət göstərir və sona qədər də müqavimət göstərir. Çünki gedəcək yeri yoxdur və yığdığını da belə deyək, əldə elədiyində vermək istəmir. Ona görə də savaşır. Amma çox geniş çaplı bir aksiya keçirdi, belə deyək. Yəni özlərinin göstərdiyinə görə bütün İran ərazisində. Bu aksiyanı necə dəyərləndirək? Güc nümayişi kimi, yoxsa yəni xalq bizim arxamızdadırmı? Nə demək istəyirdi? Bax, istəyərdim biraz da buna münasibət bildirək, o cəmaət aydın bilsin nə istəyirdilər. Çünki nəyə görə bu sual verirəm? Bəzi siyasi şərhçilər, elə mən burada da rastlaşıram, deyir ki, İran başqa dövlət deyil. İranın tarixi var, nəyi var. Bax, belə yəni görürsünüz, cəmaət çıxdı, cəmaət İran dövlətinin keçmiş ənənəsinə sadiqdir və s. və ilaxır belə abcoplar var. Hərçənd nə keçmişi bir şey olmayıbdır, nə gələcəyi də İran kimi qalsa bir şey olmayacaq. Mən Türk dövlətlərini demirəm, Sasaninin daha əvvəlki Fars dövlətlərini deyirəm. Buyurun, istəyərdim biraz şərh verəsiniz o barədə. Şöhrət bəy, baxın, bir şey inkar eləmək olmaz, danmaq olmaz. Hər bir rejimin bəlli bir sayda demək olar tərəfdarı ola bilər. Yəni bir nəmsə Maduro'nun belə tərəfdarları vardır və Trump'a qarşı orada bəzən eyləm keçirtmək istəyirlər. Bunu düşünək. Belə Əsədin Suriyədə bəlli sayda tərəfdarı var idi. Səddam Hüseynin bəlli sayda tərəfdarı var idi. Yəni Quzey Kore'də belə bir nəmsi Kim Jong-un'un düzdür seçimlərdə %100 rəy gətirir. %100 təbən tərəfdarı yoxdur. Amma bəlli bir sayda tərəfdarı vardır. Bunu yəni nə cür fərd ola onu bəlli. Bu tərəfdarlar nədirlər? Bəziləri o hakimiyyətin nəticəsində demək olar zəngin olublar, yaxşı zindəcanlıq sahibi olublar. Gündəmsi Cumhuriyet İslami'də hamma acından ölmür ki. Bəlli sayı vardır Gündəmsi Cumhuriyet İslami'də ki, bu inqilabın sayəsində çörək sahibi olublar. Bunu unutmayaq. İkinci tərəfi nəzərdə alaq, əlbəttə İranda indi bir fərqli məsələ də var ki, demək olar dövlətə bağlı olan kadrlar çox zamanlar məcburdular belə bir hazırlıqlara, belə bir toplantılara qatılsınlar. Yəni siz düşünün, gəlirlər idarə, tətil edirlər, qalxın hamımız gedirik zada göstəriyə, demək olar rapimay deyilir də orada. Və çox yerlərdə bunun mədrəsələrdən, oxullardan da, hələ indi biraz oxul uşaqları, məktəblə uşaqları biraz üzlü olublar. Bizim zamanda Məsud bəy xatırlayar, elə bizi gəlib götürərlər, aparadılar, heç birimiz də bir söz deyə bilməzdik ki, edib orada elə nəfəsimizdən gələn bağırmağa da bağırardıq, qeydərdik və indi bugünkü cavanlar bəlkə biraz fərqlidirlər, çox onlara bata bilməyələr. Amma ən azı o idarələrdə çalışan, dövlət demək olar, dövlətə bağlı olan ofislərdə çalışanları çox rahatlıqla götürürlər və aparırlar və bunu da nəzərdə alaq ki, bunların çörəkləri oradan gəlir, maaşları oradan gəlir, yaxşı. Hələ bunun yanına qoyasınız ki, necə mən bayaq deyirəm, Riza Pəhləvi iddia eləyir, 50.000 nəfər məndən beyət eləyib və bir nəmsi biri meydanda yoxdur. Qəbul eləyək ki, İran bir dənə ideolojik dövlətdir. Yəni onlardan əlavə, bayaq dediklərimdən əlavə, bəziləri də vardı ki, ideolojik olaraq Xamneyni və bu rejimi qəbul ediblər. Yəni mən heç istəmirəm, burada o bəzi Fars kanalları deyirlər, sandviç üçün, keyk üçün, filan üçün gələnlər, ya bir sandviç üçün, ya bir meyvə suyu üçün gələnlər vardı. Yox, ittifaqən bəziləri də vardı, düz ya gələk, əlbəttə mənim nəzərimə gələk, bu rejimə və Xamneyə canı könüldən inanırlar və bunlar hətta çoxları, baxın, mən belə düşünürəm ki, bunların ən az orada yaşadığımda düşünürəm deyəndə gözümdən gördüyümü deyirəm. Baxın, bunların çoxları gərəkli olaraq rejim tərəfindən nə cür deyim, bir büdcəyə sahib deyərlər, bir imkanlara sahib deyərlər, rant yemirlər, amma çox etiqadlarıdır, özlərinə vəzifə bilirlər. Sanki bir şəri və dini vəzifə bilirlər ki, belə bir səhnələrdə meydanda olalar. Bəzilərinin zindəcanlıqlarına baxsan, çox fəlakətdə də hətta yaşayırlar, çox yoxsulluqda da yaşayırlar. Amma Məsud bəy çox qəşəng tanıyır, Hacıvəli Noruzi var idi, İranda məddahi nümunə keşvəri də oldu. Bunun bir cümləsi var idi, çox xoyludur dedim Məsud bəy qəşəng tanıyır. Bunun bir cümləsi var idi ki, biz əlbəttə cavan idik, bizə təsir qoydu. Mənim özümə o zaman təsir qoydu, inandım. Yaxşı, qeydli dedim, mən hazıram, o totduyam,
Amma bir ölkədə yaşayam ki, o ölkənin başında bir vəli fəqih vardır. Baxın, bu cür adamlar vardı. Lüzumən biz belə düşünməyək ki, ora gedənlərin hamısı zəngin adamlardılar. Yox, ideolojik bir rejim, Cumhur İslami ideolojik bir rejimdir. Və hər bir ideolojiyə də 5-10 nəfər inanar. Baxın, bu son zamanlar, hətta son 200 ildə mən deyim, amma özəlliklə son zamanlar elə saçma, elə necür deyim, məskərə ideolojilər ortaya çıxıblar ki, dünyada. Və hətta İran özündə. Amma baxırsan, görürsən, hətta o məskərə və o saçma ideolojilərə canı könüldən bəzən inananlar olublar və onun doğrultusunda hətta canından keçənlər olublar. Onun üçün mən istəyirəm bunu deyəm, təbən xiyavanlarda və meydanlarda olanlar İran televizyonları göstərdiyi qədər çox dəyərdir. Və İran televizyonları bunları olduğunun neçə qatı göstərməyə çalışdı. Hətta bir video ki, Tehranda yayınlayır, helikopterdən güya film götürürlər. Mən çox yorumlar oxudum, çox təhlillər oxudum, videoya da diqqətlə baxdım. Sanki bu helikopter heç adamın paltarına bir yel dəymir, saçına bir yel dəymir. Yəni, onu da lağəl bir düzəməlli, lağəl o qabaqçı illərin videoları ki vardı, helikopterləri, lağəl onlardan götürüb bir mix eləməyiblər. Huş məsnui ilə icad eləyiblər, məsələn, yapay zəka huş məsnui deyirəm. Durub paylaşıblar. Baxın, mən istəyirəm bunu deyəm, qabaqçı illərin bu rejim tərəfindən düzənlənən təzahüratlarını, rahpeymaylərini, yəni bu meydan hərəkatlarını, filanlarını mən tam xatirimdədir. Zaman-zaman birdən bunları araşdırırdılar, Şöhrət bəy. Əkslər ki, İran televizyonundan paylaşılırdı, videolar ki paylaşılırdı. Neçə il qabaqçıları gətirib mix eləydilər, ta xiyavanları daha dolu görsədələr. Adamları bəzi adamlar var, vəxtləri var, oturdular bu işləri görürdülər. Bax, adamları bir-bir işarətliydilər. Bu tarixdə 5 il bundan əvvəl məsələ bu adamı İran televizyonu bu səhnədə görsədib, bugün eyni səhnənin təkrarını İran televizyonu bugünün adına görsədir. Mən bunları tam xatırlayıram ki, belə bir işlər olunur İran televizyonunda ki, belə göstərsin ki, bax, mənim tərəfdarım daha çoxdur. Bu kimi hərəkətlərə əl vurur. Amma qətən meydana gələnlərin və xiyavanlara tökülənlərin sayısını olduğundan daha çox göstərməyə çalışır, özünü güclü göstərməyə çalışır ki, mənim tərəfdarlarım vardılar və tərəfdarlarımın sayısı müxaliflərimin sayısından çoxdur. Həm içəriyə mesaj vermək istəyir, həm dünyaya mesaj vermək istəyir. Amma nə qədər bu mesaj alınır dünyada, İranı doğru tanıyıb tanımamaqlarına bağlıdır. Məsələ, İranı tanımayanlar elə düşünürlər ki, hə, baxçına bir belə adam gəlibdir, 5-10 nəfər təzahüratçı nə edə bilər, Xamneyinin bir belə tərəfdarı var. İranı tanıyanlar yaxşı bilirlər ki, onun yüzlər qatı adamlar müxalifdilər və büyün öcünləmsi orada dərdirlər. Məsələ, Urmiya şəhrindən mən aldığım bilgilərə görə elə bu hökumətin təşkil verdiyi yığıncaqdan bəhs edir, amma Urmiya şəhrindən mən bildiyim qədərilə sadəcə əyalət meydanını doldura bilmişlər. Məsud bəy Urmiyanı məndən çox daha yaxşı tanıyır və əyalət meydanını mən fikr edirəm 500 nəfər ən çox yan-yana dursalar belə adamlar 1000 nəfər belə olmaz. Yəni 1000 nəfəri belə ora yerləşdirmək olmaz. Çünki balaca bir meydandır. İndi gəl bunun şəkillərini geniş görs, yəni zoom out elə görsək ki, məsələ güya burada neçə milyon adam var, neçə min nəfər adam var. Bax, Urmiya 1.500.000 nəfərə yaxın nüfusu var, Şöhrət bəy. 1 milyon yarımlıq təqribən bir şəhridən 1000 nəfər belə çox normaldır ki, Xamneydən maaş alan ola, Xamneyə inanan ola, Xamneyinin adamı ola. Mən böyütdüm, amma mən 2 qat böyütdüm. Ki, nə dedim, Məsud bəy fikrini deyər, 5-600 nəfəri ora ancaq tutar. Yaxşı, son sözümü deyim, hətta Xamneyinin Twitter hesabından ki, bugün X-i deyirlər, paylaşılan şəkil fake idi, saxta idi. Xamneyinin rəsmi Twitter hesabından paylaşılan şəkil fake idi, saxta idi. İnsanlar, mən özüm zoom elədim və böyütdüm şəkili. Şöhrət bəy, insanlar hamısı tişert giyiblər.
Qolsuz şöynəcəyiblər. Çünki bayraqlar dib-dibə hər kəsin əlində İran bayrağı var. O şəkli ora qoyanda diqqət eləməyiblər. Deyiblər və bayraqlar qoymurlar adamlar görsənsinlər. O qədər bayraq var. Amma onu bilmirlər ki, biri gələcək o şəklin üstündə zoom eləyəcək, şəkli böyüdəcək. Böyüdürsən bayraqların altından hamı qolsuz şöynəkiyibdir. İlin bu zamanında, qışın bu zamanında Tehranda qolsuz şöynəklə eşiyə çıxmaq olmaz. Buyur. Təşəkkür edirəm. Məsud bəy, vaxtımız azdır. Mən bir mövzunu gələn həftəyə saxlayıb, gələn həftədən də 4-cü gün çərşənbə axşamı danışarıq. Qonşu dövlətlərin, qonşuların, İranın qonşularının bu hadisələrə münasibəti. Həm də hələ tezdir məncə hansısa bir konkret reaksiya vermək. Amma mənim maraqlandıran başqa bir sual var, onu sizə verəcəm. Bu hadisələri vətəndaş qarşı durmasına gətirib çıxara bilərlərmi? Daha doğrusu millətlər arası qarşı durmaya gətirib çıxara bilərlərmi? Və bizi o gözləyirmi? Baxın, biz 3-4 gün bununla bağlıdır. Mən bir dənə xəbər işlədim burada və sağ olsun, yəni səhədəki dostlardan bu xəbər göndərdilər ki, 3-4 nəfər, 4 ya 5 nəfər maskəli adam PJK mənsub sonra bəlli oldu. Bunları Urmiyeti fərmanlarını ələ geçirməyə çalışmışlar. Və sonra oradakı güclər gəlirlər, bunu qovurlar, su gedir. Və sonra başqa bir olay istihbaratında danışaq. Türkiyə ilə İran arasında istihbaratı məsələdir ki, burada İranın istihbarat bakanı dedi ki, özü anlattı ki, biz Əraqdan İranın içəriyə geçib silah daşıyan bir örgütü, bu terör örgütünü İrana dedik və İran onları hamısını etkisiz hala gətirdi, yəni aradan qaldırdı. Bunlar hamısı nişan verir ki, bəzi əlləri vardı, maalesef, istər şeylər bölgə güclərindən olsun, istər süper güclərdən olsun, çalışırlar ki, İrandakı millətləri bir-birinə düşürməklə rejimin o da ömründən çoxalır. Amma hər kəsə bir elə gəlir ki, sanki silah götürəcəklər, gedəcəklər, İranla savaşacaqlar. Biz bu terör örgütlərini, deyirlər, dosyası əlimizdədir. Heç yadımızdan çıxmaz ki, zaman bunlar hətta xiyabanlara da çıxdı silahla, bizə qarşı o silahları tutdular. Nə ki, İran rejiminə qarşı. Biz bu onları bilirik. Və mən bildiyim qədərilə ki, Türkiyə də bunu bilir ki, PJK İran rejimi nə qədər oyun bezəsə də, nə cür oynasa da İran rejimin istəyi ilə oynayır. Hələ də oturdu. Yəni, baxmayaraq ki, başqa Hizb-i Demokrat da vardı, PAK da vardı, başqaları da vardı. Yenə də bunların arxada İran rejimi ilə əlləri biri olduğu ortadadır. Çünki bunlar da çalışırlar bir türlü İran rejiminə dəstək verməklə onların yönetimində olduğu zamanıyla bizim torpaqlarda özlərinə başqa bir yer-yurt etməyə çalışırlar. Onlar yaxşı bilirlər ki, onlar yenə də bu qədər Türkiyədə PKK ilə, nə bilim, Ocalanla anlaşmadır, filandır, devam edir. Bilirlər ki, buradan bir sonuç ola bilməyəcəklər. Bilirlər ki, Türkiyə ilə anlaşa bilməyəcəklər. Türkiyənin qarşısında da dura bilməyəcəklər. Onun üçün burada belə çox qaram-qarışıq bir durum vardı ki, bunu uzun-uzun anlatmaq lazımdır. Yoxsa bunları başlıq desək, bizim müxalifətlərimiz... Həm də, Məsud bəy, məncə hələ həm də tezdir. Mən tutaq ki, mən əminəm ki, bizim bir qarşıda, əgər İran parçalansa, biz müstəqil olsaq, qarşıda bizi bir savaş gözləyir. Mən bunu əminəm. Amma hələ tezdir bunları, nəinki müzakirə eləmək hələ tezdir. Sadəcə olaraq biz təhlükəni deyək ki, yəni gözlənilir belə bir şeydə. Mən istəyirəm o təhlükə deyiləm. Baxın, bəzi bir şeylər də demək lazımdır. Yəni, bu qədər indilən daha pəhləviçilərə tutaq ki, solçulara tutaq, bu qədər Türkiyəni də hədəf alıblar. Çünki Türkiyədə də keçən günlərdə 2 gün öncə də İstanbulda bir etiraz aksiyası izin almışlar, sonra bunu izin almamışlar daha doğrusu desə. Ki, məhəlləsi buna da bir dənə hələ izin alanların biri də bir Ərdəbilli bir dənə oyuncuydu ki, pəhləviçi məhəlləsi burada bunu iddiət edirəm. Baxın, biz burada gördük ki, bu izin verilmədi. Yəni, burada pəhləviçilərə də bir türlü izin verməmək, mən görürəm ki, Türkiyə bu hər şeyin fərqindədir ki, olayları hətta Türkiyənin torpaqlarında da örtbastır deyil. Bunu müdiriyyət eləməyə çalışır. İndi bunu Türkiyəyə qarşı bunu söyləmə çevirməsi, ya İran yandaşı kimin göstərməsi çox yanlış bir şeydir mənim üzərimə. Türkiyə hər şeyin farkındadır. Mən belə düşünürəm ki, hər senaryoya da hazırdır.
Bilirsiniz ki, böyük bir cəmiyyətdir İranda. İran ilə içdə savaşa gedirsə, yeni hələ bir savaş var deyirlər. Və talib budur ki, Türkiyədə bunu belə təhlil edirlər ki, İranda savaş var. Baxın, heç kəs İrandan çıxmır və Türkiyədəkilər də İrana qayıdırlar. Bunu Suriyə ilə aynı tutdular. Mən yenə deyirəm ki, burada maalesef İran haqqında bilgisiz adam çoxdur, kirli bilgi danışanda çoxdur, partilər də vardı İran yanlısı. Amma bu Türkiyə devlətini məncə demək olar buna ittiham etmək heç də doğru deyil. Türkiyə bütün senaryolar, İranın parçalanmasına da hazırlıqdadır, mən onu bilirəm. İndi bu İranı tutacaqmı, İranın yanında duracaqmı, bu krizləri İran yönətimi ilə atışdıracaqmı, yatışdıracaqmı, yoxsa bu İranın bölünməsini hazırdır. Mən apaçıq deyə bilirəm ki, hər bir iki senaryoya da Türkiyənin hazırlığı vardır. Qaldı ki, Azərbaycandan elə düşünürük ki, Güneyin qayğısı Azərbaycanda, yəni Azərbaycanımızın müstəqil tərəfi Quzeydə çox belə gözəl şəkildə qayğılar vardı. Gözəl şəkildə deyirəm, qayğılar, bu narahatçılıqlar da vardı. Zaman ayrıla nə oldu, indi heç xəbərimiz yoxdur, nə olacaqdı? Mən buradan deyə bilirəm ki, uzun zamandır bu çətinliyi çəkən Güney Azərbaycanlılar artıq buna alışıblar. Bilirlər ki, bu rejimdən sonra bizim torpaqlara günəş doğacaqdır. Onun üçün o tərəfdəki qardaşlarımıza da, bacılarımıza da demək istədiyim budur ki, heç də narahat olmayın. Milləti illa ki, o vətən üçün canlarını fəda edən, qanlarını fəda edən evlatları vardır. Necə ki, o zaman Azərbaycan müstəqilliyində bir çox insanımız orada həyatını kaybetdi, yəni şəhid düşdü. Bizim də bu tərəfimizdə də ki, o azadlıq üçün mən yetərincə düşünürəm ki, həm düşüncə var, həm inanc var. Yəni bunlar olacaqdır. Bunların qaçınmaz bir şeydir. Ancaq deyirəm ki, oradakı duyğunu da, oradakı hissi də, oradakı bərabərliyi də mən çox gözəl bir şəkildə görürəm. Daha da çox güneydəki qardaşlarını orada himayə eləmək lazımdır. Var, bəli. Narahatlıq çoxdur. Mən də deyim, Amma istəyirəm deyəm ki, necə ki Qarabağ savaşında Güneylilər gəldi, Araz Nəhrinin qırağında Azərbaycan əsgəri səlam verdilər. Böyük Quzeydə də Güneyin yanındayıq sloganını atmaq məncə böyük Quzeydəki qardaşlarımızın o vətənsevərliyi üçün çox vacib bir şey görünür. Çünki orada gələn umudlar, videolar Güneydəki insanlara da böyük umud qaynaqdır. Onun üçün bizim Güneydəkilərinin gözü də, ürəyi də böyük elə Azərbaycandadır. O tərəfdəki bayrağımız dalğalanır və bu tərəfdəki Türkiyədə. Mən də bu umudlar da boşuna çıxmayacaqdır. Biz öz gücümüzü, mediamız zəifdir, ona baxmayaraq öz gücümüzü, iradəmizi və biz orada yönetim dəyişməyə deyil, biz öz devlətimizi qurma çabasından vazgeçmirlər. İstər burada nə oyunlar oynansın, Amerika nə oyun oynasın, nə bilim İsrail nə oyun çıxarsın və bizi ilgiləndirən məsələ deyil. Bunu hər kəsin net şəkildə demək lazımdır ki, bizi ilgiləndirən orada öz devlətimizi qurmaqdır və bu bizim haqqımızdır. Məsud bəy, sizə bir söz deyim. Bu məsələni mən istəyirdim, gəlin 4-cü gün müzakirə eləyək. İranın parçalanması, bölünməsinin region ölkələrə təsiri. Yəni bu maraqlı bir mövzudur. Bunu növbəti verilişdə müzakirə eləyərik. Və siz dediyiniz kimi də Quzeydə də, Türkiyədə də mən buna həssaslıqla yanaşdıqlarını mən də şahidiyəm. Yəni Quzeyin özündə Rus dilində gedən verilişlərdən, kanallardan tutmuş, bizdə Rus kanalı da var, İngilis dilli kanal da var. Yəni bu bizim mediada, bizim televiziyalarda bu mövzu gündəmdir. Hətta dövlət televiziyası, Azərbaycan Dövlət Televiziyası ASTV-də də dünən analitik proqramda geniş bir reportaj getdi, geniş bir şərh getdi. Yəni bu mövzu bizim medianın gündəmindədir və xarici media çıxış imkanları da var ki, o xarici dillərdə bu gedir. Bunlar bizdə aktivdir, problem yoxdur. Amma bunun geniş bir müzakirəsini biz özümüz də apararıq. Məhəmməd bəy, əlavə sözünüz yoxdursa verilişi yekunlaşdırım. Əgər fikriniz varsa bir 2 dəqiqə deyə bilərsiniz bu istiqamətdə. Yəni əlavə bir də sual versəm uzun olacaq. Sağ olun Şöhrət bəy. Mən açıqcası burada öz millətimizə azadlıq, özgürlük, ədalət və milli hökumət arzulayıram. Və belə bir günlərdə canlarını xətərə salıb, canlarını heçə sayıb və bu azadlıq, ədalət və milli hökumət uğrunda meydana çıxanların qarşısında baş əyirəm və əlimdən gələn sadəcə onların səsi olmaqdır. Təəssüflə bundan artıq əlimizdən bir iş gəlmir
və bütün vücudumuzla çalışırıq ki, onların səsi olaq. Və arzu edirəm ki, bu qara günlər tezliklə demək olar aydınlığa çıxsın. Yəni nəzərə də belə gəlir ki, bu dəfə bu etirazlar sonuca bağlanacaqdır. Xamneyi indiyəcən hər seri etirazları bir çeşid demək olar yatışdıra bilib, bastıra bilib, öldürərək filan. Amma nəzərə belə gəlir ki, bu dəfə yaxasını qurtara bilməyəcəkdir və bu dəfə millətlər daha doğrusu eləyə biləcəklər özlərini bir diktatordan qurtaralar. Mən Fars millətinə də sadəcə arzum budur ki, bir diktatordan qurtulub başqa bir diktatorluğun altına getməyələr. Onlara da bunu arzu edirəm. Bilirəm belə olmayacaqdır. Azərbaycanda əminəm ki, Azərbaycan diktatordan qurtulub başqa diktatora boyun əyməz. İnşallah onlarda da ağıl olar, onlar da boyun əyməzlər ikinci diktatora. Təşəkkür edirəm. Təşəkkür edirəm. Minnətdaram. Çox sağ olun, maraqlı müzakirə oldu. Hörmətli tamaşaçılar, bununla da bugünkü verilişimiz yekunlaşdı. 4-cü gün Açıq Yorumda elə eyni qonaqlarımla görüşərik. Sağ olun.